Salam hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu da toxunması çox asan bir naxışdır. İlmələri də ki 4 naxışa 3 də aralara götürdük. 7-7. Sapım da 100 qramlıq 350 metrəlik bir sapdır. Belə. Rezinka hissəsini də bir tərs bir düz toxumuşam. Sırada tərs. Sizin ürəyiniz necə istəyir, elə də toxuya bilərsiniz. Bu naxışdan jilet, jaket, papaq, kimin ürəyi nə istəyir, onu da toxuya bilər. Bunun üçün indi mən burada 2 dənə belə 2 naxışı göstərəcəm. Onun üçün 7, 7, 14, 3 də bu kənardakı 17 ilmek götürəcəm. İndi ilməkləri yığım milimin üstünə. İki, üç, dört, beş, altı, yedi, sekiz, dokuz, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmek yığdım milimin üstüne. İndi burada mən rezinka toxuyan deyiləm. Bir sıra tərs toxuyacağım bütün ilməkləri. Düz üzüdür bura. Birinci ilməğini də toxuyuram birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Birinci ilməyi götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bütün ilməklər düzdür. İndi mən buradan birinci 3 tərs götürürəm. 1, 2, 3 tərs. Kənarda saydım. Buradaki bu 2 ilməyi yerini dəyişirəm. Düz toxuyuram. Bu 2 ilməyi də bu tərəfə dəyişirəm özün. İlməkləri özün bu tərəfə. Birin sağa, birin sola. Arada yenə 3 tərs. 1, 2, 3 tərs. Yenə bu 2 ilmənin yerini dəyişdim. Sağa tərəf çevirdim. Bunu da sola tərəf çevirirəm. İlməkləri düz toxuyuram. Bu kənardakı ilməkləri də tərs toxudum. 3 ilməyi. Belə.
arxa üzdən indi tərslər tərs, düzlər də düz. O yüzden ters olanlar bu yüzden düzdür. Üç düz, 4 ters. Formada. İndi düz üzdən yenə tərslər tərs, düzlər də düz toxuyuram. 3 tərs, 4 düz. 2, 3, 4 düz. 3 tərs, 4 düz. Ters üzdən də yenə tərsi tərs, düzü də düz. 3 düz, 4 tərs. Üç düz. İndi düz üzdən formada da yenə eyni şeyi təkrar edirik. Bu 3 tərsi toxuyuram. Bu 2 ilmənin yerini dəyişirəm. Bu ilmələri də bu tarafa, sola taraf dəyişirəm. Bir, iki, üç. Ters, yenə bu 4 ilməni ikisini bu tarafa doğru, ikisini də sola doğru dəyişirik. Bunları da bu tarafa dəyişirik. Yanında da 3 ters. Arka taraftan yine tersi ters, düzü düz. İki, üç, dört. 4 ters, 3 düz. Formada böyle bir nakış alınır. Yine de buradan bir sıra düz üzden toxuyuruq, tersi ters, düzü düz. Bir sıra da arka taraftan. Yine buradan bu iki ilmənin yerini dəyişirik. Belə bir nakış alınır. Belə. Sağ olun. Gəlin videomda görüşənə qədər.